Hamınıza salam aleykum dostlar. Ümid edirəm ki, yaxşısınız. Bugün mən Simox effekt. Bugün mənim kanalımın ilk videosudur. Yəni həyəcanlıyam, düzünlüyüm. Saat da gecdir, 45-dir. Bir də qısadır. Mənim ya ilk videom deyil. Nə də ki, mənim ilk hesabım deyil Free Fire'da. Bugün videom ilk videom deyil. Hesabımı tanısam. Gələn videolarda və normal videolarla çəkəcəyik. Hesabımız 10 aylıq hesabdır, 10 aylıq hesabdır. Mart ayından açıqdır da, yəni baxın burada hətta 11 aylıq, yəni qısa bir illik deyə bilərik. Birlik hesabdır. Deməli hesabda 5 11 boyaq pasın, 11 boyaq pasın. Düz 7 saslıq 4 açılmayıb, yəni yaxşı hesab görə. Nə də ki, mənim old hesabımda deyil. Ən çox mənim dəyər göstərdiyim şey, bir dənə hesabım var. Kaos, bilirsiniz də, Kaos etkinliyi. Ən sevdiyim etkinlik odur. Kaos etkinliyi. Çünki mənim orada nə qədər anılarım, memori, xatirələrim, yadgarlarım var. Məsələn, baxın, bu ifadə yanmaşır, o gələndə gəlmişdi. Bunu ifadəni ala bilirdiniz bunlar pulla. Amma indi sonra gəldim mistik mağazaya bu. Hələ bunun baxın, biraz zamana görə zəy var. Gözləsəniz, yəni baxın, hələ bu da onun oğlan paltarı Kaosun. Bildiniz, baxın, hələ Kaos başlasın, Kaosun buz duvarı, Kaos bizon, Kaos istərəcək kahramanın yanında paradoks, bu da elə vaxtlar, yəni paradoks oldu sayılır görə. 2024-ün yanvardan iyuna qədər olan şeylər məlumat sayılır. Yəni mənim ilk hesabımda deyil də, yəni mən 2019-a başlamışam FIFA. Nəysə keçək videomuza. Bir xoş dəst var, bu var, bu. Belə şeylər var. 52 səviyyədə öz hesabımız. Qız kostyumlar çox da vəcmədə deyil. Onlar çox lazım deyil. Tung sarımız var. Saçları yanında. Bir an bunu çıxarım. Saçları indi baxaq. Bu saç da çox zordur, amma bunu işlədim. İlk boyaq bası aldım hesabdan. Saç o hesabımda ən yaxşı saçdan çox sevdiyim saç. Deməli, bunlar da belədir. Bu da çox zordur. Çox xoşuma gəlir bu da. Bunu belə gözlər göstərək. Gözlər belədir. Bunu mən o vaxt 6 manata lox kimi almışdım. Loxam Allah haqqı. 74 paltar, 52 səviyyə hesabı 74 paltar çıxdı, amma sonra belə elmasla almışam da. 7 dənə silçu paltar var öz hesabın içində. Bunu da ayaqqabısını almadım da mən təkcə. Ən çox sevdiyim hesabdakı paltar da budur. Həbsxana oldu da, həbsxana paltarı. İlk kahraman paltarım bu olub. Yox, bu olub. Bu çox zordur paltar. Sildik mən almışdım. Hesabım çox şey təşəbbüsüm. Mənə silahları görəndə şoka düşəsi səviyyəli hesab silahlar görəndə. Bu səviyyəli hesab silahları görəndə də dəhşət çoxdur, özü çox zordular. Hələlik ən çox aktiv işlətdiyim kombin budur. Ən çox sevdiyim kombin. Şalvar heç də, amma bunu işlədirəm. Zero'da işlədir YouTuber. Gəlin bilərsiniz. Bu şalvar da həqiqətən çox zordur. Hesabımın içindəki ən ilk şalvarlardan, dəstlərdən biridir və ilk qəşəng şalvarlarından biridir. Onu kuşamaq. Bu nədənsə daha yaxşı, bu da amma çox zordur. Bir adı bu kombin də xoşuma baxın. Tapışqan bu qoyundu. Neyse. Bunlar belədir. Bu ayaqqabı məşhurdur. Çoxuz bilərsiniz. 186 min nəfər like at bu ayaqqabıya. 7 də var. 8-in də şey var. Qızıl tapışqa. Bu da var. Əsələ bunu qoyaq. Baxın. 52 səviyyəli hesabın içində 21 dənə ifadə var. Eç usta, Beri kahraman,
İyi gündür, kötü gündə, tutuşan qap, davul çevirmə, mızraq çevirmə. Bu bayrağa 9 elmas tək atmışam. Çizim yapma, iç boyaq pas ifadəm və iç elmas kimi, yəni belə əziyyətsiz aldığım ifadə. Yəni əziyyətlə də ola bilər, görüb kasıb almışam. Ya bunlar çoxunda, çox boyaq pas ifadəsi belə kaos deyirəm, etkin, iç bənlik belə. 300 elması bunu almışam, tehlikeli oyun, tavşan kırması belə. SCC kahraman, tövmüsü kahraman deməliyim, günlük gedir. Var. Bunu bu gün aldım, hızlı adımla, çox zor ifadədir. Belə. Bax, şimdi sonra qəribə səs çıxartdım. Bu yetəklərdən bizə bu var, taşıyan ki. Sumkalar belədir, bunlar belədir. Burada bir dənə bu var, elmasla almışam bunu. Bunlar belədir. Görən boyaq pası axırda bilirsiniz də bundan var sarıqda. O çıxmır. Da aldım bunu. Çünki mənə o lazımdır. Nəsə o işləmək çox xoşdur. Bura belədir. Profillərim dostlar. Bu profillə bu profil var. Deyə bilərsiniz niyə sən belə işlətmirsən? Profil mənim old profilimdir. Mesela bu profili mən o vaxt yəni ən çox almaq istəyən profil özü alamamışam. Bu qalıb ki, bunu xərcəmə yanından çıxmayın. Allahım. Bir dənə videoda, baxın dostlar, mən buna təşəmişəm. Əvvəllər canlı atmışdım. Bu işte mart ayında gəlmişdi Free Fire ilə. Martda Ramazandan təşəmişəm. Təsəvvürün təzdən bunu təşdə atıram, verib artıq buradan gəlib bunu alaram da net. Ad dəyişdirməni alaram. Hadi zırt çıxır, hara çıxır. O vaxt ki, bəxtara. Şeydə pəmbə elmas təzdən gələcək. Heç inanmıram da dostlar məndə. Neyse dostlar. Bura belə falan. Ustalığa göstərim. Ən axırda silah göstərim. Ən güclü olan çox UMP-dir. Elə sevdim silahda UMP-dir. Bunlar belə. Diggle'la bunu alsam elə sevinərəm. Neyse. Evalımız yoxdur maalesef ki. Evalımız yoxdur bizim. Silahlarda BR-də yaxşı oynadığımız silahlar. H-də oynadığımız. Profil kısmımız belədir. Bir dəqiqə. Bu mən. Boğazım tutub deli bax belirəm. Yəni biraz qəlbə səs saldı elə. Deyə bir şey. Ben belə. Yəni pis başa düşmürəm. Neçə günə Free Fire girmirəm deyə hələ düz buradayım. Millət aralara gəlib. 17 gün qalıb. Tez ondan sonra bir dənə tez bunu alım. XM8 dəstənim var yenə də. Onun yenə də mən bunu təbii almağa çalışacağam. Ondan sonra bir bunu alım. Neçə gündür girmirəm oyunu. Yaxşı əvvəl sözünüzümü SS eləmişdim deyə kahraman rahat kastım. Elmas pulsuz oldum. Və dostlar 52 səviyyə səmcimdə 137 silah dəstəmi var. Keçək. O şeydə dostlar bu ikisi tək atmışam. O yida. Skarda bunu vaxt tək atmışdım mart ayında. Bu vaxt canlı atmamışam. İndi canlı vaxt atmamışam. O vaxt atmışam. Bu Grozi hesabımda ilk dəfə tək atdığım qəşəng silah dəstəmi. Bundan yox. Bu təbii ki boyaqlasam dəyərlidir, özü daha yaxşıdır. Formas belədir. Eləm səhv təsəvvür yaşam o qar daha yaxşıdır. 94 belə plazma, AUG, parafal, Jotsalaq, cəhətdən pisiyə. M14, CVD, ağac kakan. Adı seyfə olaraq çox yaxşıyıq məncə pisiyə. M249, MP olaraq saxta yaşayan və dəstə olaraq belə də pisiyə. M5 belə, bu belə. MP40 bu ömürlükdür. P90 belə, Makon, Bizon, pompalı, Spas, Mag 7, M592 dənə. Kəskin nişanlı kar 98. Bunu da tək atmışam. Maşallah, nə qədər tək atmışam alamı. Bunu hər kuşanacam daha yaxşı. Olsa bir gün gecəkdə onasa kuşanmaq da yaxşı. Biraz qəlbədir, amma da almışam da boyaq basam. Belədir, bunun tabii ki daha yaxşıdır. Buna da tək atmışam, USP. Hər şey tək atmışam bu hesabda silahlar. Belə M500. Bir sənə belə işlə boyaq pas aldım silahda səni. Yaxına gəldi havalarımız. Buna da tək atmışam. Bəli. Bunu kuşanmışam mən. Daha yaxşısı xoşuma gəlir. Belə.
Var buradadır. İşte kafana rəngimiz var. Tırpan rəngimiz 6 tane de çox da bu var, bu var. Heç tırpan rəngimdə bu olub Ramazanda. Bu da yeni gəldi, bugün gəldi. Bunu kuşanım daha yaxşı görünür məncə. Böyle. İki tane de bıçaq rəngimiz var. 16 bomba desəni var. 15 tane də mühafız duvar var da qaba. Bir hesabın üzerinə 50 sənə 15 mühafız duvar nə demək yani. Yani ne diyeyim de indi bu hesaba. Neyse. Neyse dostlar, bugünkü videomuz bu kadar idi. İlk video deyə düzün deyim, həqiqi həyəcanlanmışdım. Yəni görüm bunu göstərəm. 10 dəfə opşi kahraman olmuşam. Etdə 5 kahraman 3 dəfə usta olmuşam. Belə usta olmuşam. Çox çətindir belə usta olmaq. Dəhşət çətindir. Sizə soğa satdı. Baxın, etdə kesin 60 ulduz, 68, 51. BR'də də ki belə seçkin olmuşam çoxunda burada heç. Mən 2025-in belə oyuncusu deyiləm. Mən hələ bu 2000 şafaq səyahəti var ha burada. Düz mən bunu almışdım. Düz keçən il 2024-də hamısını bitirdim. 2023-də hamısını bitirdim. O vaxtlar mən lox iddim. Yəni loxdaşən Gmail məsələlərini belə başım çıxmırdı. İndi də Gmaillərdən başım çıxır. Gəlib çaldırmışdım məsələn başqa bir adama. Da Gmail məsələlərindən kurtarma falan hər şeydən bilirəm deyə. Lox deyiləm. Əvvəlki Azad qabaz yoxdur. Yəni, adım da Azaddır dostlar. Azaddır. Axırda da var. Bilməyənlər üçün. Yəni kim əgər məndən oyun zat oynamaq vs falan istəyirsə, ben da Kaos'un pulsuz ifadəsi. Yəni kim istəyirsə, siz göstərim Kaos sizə belə narahat olun. Baxın. Budur, baxın Kaos. İşte budur. Kaos, sonra baxın. Mən baxın, keçən hesabım bundan əvvəlki hesabım bu vaxt yaratmışdım. Bu 2020 qışda, yəni 24-də girdiyimiz gündən. Amma mən işlə Free Fire bunlardan da əvvəl oynamışam. Əvvəl. Peach Hasan'da hesabım var dostlar. Baxın o hesabdır mənim old hesabım. Göstərim. Ama bu hesap 4 gündə girin içine. YouTube Paradox. Çünkü bu hesabım çalındı. Bilmem hesabın için bunu. Bakın. Hesap bakın ne vaxtlardan açıqdır. Yəni, bu hesabda oynamayın. Havaya yerəcək arxıza da atmayın. 5 yaşında var. 6 yaşında almağı da bu hesabda az qalmışdı. 100 neçə gün qalmışdı. Neyse dostlar. Sağ olun da bugünkü videomuz da bura qədərdir. Sonraki videolarda görüşənədək.